Bu yemək ən çox rayon toylarında, məclislərində verilir. Gec bişən kət toyuğunu kərə yağında o üz bu üz mühürləyirəm. Bunu ona görə edirəm ki, elə bir 2 saata bişən toyuq 1 saata bişəcək. Yəni o dərəcədə tezləşdirir. Və qaynar su tökürəm üzərindən, duz da əlavə edib orta atəşdə 1 saat bişirirəm. 1 saatdan sonra görəcəksiniz ki, toyuq da öz yağını buraxıb qəşəng. Ondan sonra qoyuram onu bir kənara. Soğanı halqa-halqa doğrayıb, xırda-xırda da doğraya bilərsiniz. Kərə yağında duz və şəkər tozunda qovururam. Mütləq şəkər tozu vurun ki, həm iyi çıxmasın, həm də ləzzətli olur. Sonra qabığını soyduğum pomidoru əlavə edib qovururam. Ən sonda toyuğu və toyuğun suyunu əlavə edirəm. Kartof doğrayıb tökürəm içinə. Biraz da al buxara tökürəm. Qapağını bağlayıram və 15 dəqiqə kartofun pişməsini gözləyirəm. Sonda keşniş suyu da əlavə edib çörəyi batırıb ləzzətlə yeyə bilərsiniz. İnanın ki, dadından doymayacaqsınız. Hazırlayın.